Cümlelerin kemali cemaline selavat hediyeyle. Allahümme Allahümme salli salli ala ala Muhammed ve ali Muhammed. Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu es-sena'u lillahi rabbil alemin vel akibetu lil muttaqin. ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Bəhsimiz əhd duasının şərhində idi. İmam Sadiq əleyhissalam buyurur: Allahümme Rabben nuril azim ve Rabbel kursiyyir refi' ve Rabbel behril mescur. Ey mənim Allahım, ey böyük nurun Rəbbi, ey uca kürsünün Rəbbi. Bu iki fəqərəni bəhs elədik. Və Rabbəl bəhril məscur. Burada bir bəhs var idi axırda ərz elədik. Əmir əl-Möminin mərifətullah bəhsində, ümumiyyətlə mərifət bəhsində neyi neylə belə deyək mərifətə tərəf getmək lazımdır, yollarını, alətləri belə deyək fikrimizi çatdırmaq üçün alətləri elə bil başa salır bizə. Burada məsələn stolun üstündə bəzi şeylər var. İnsan ağlı ilə baxır, gözü ilə görür, yeməli şeyləri bilir ki, yeməli şeylər hansıdır, yeyilməməli şeylər hansıdır. Məsələn, burada bəzi şeylər var ki, onu gərək qaşıqla yeyəsən, bəzi şeylər var ki, əlini götürüb yeyəsən. Bunlar hamısı alətlərdir. Baxanda bilirsən ki, nəyi necə və harda işlətməlisən alətləri. Əmir əl-Möminin belə buyurmuşdu ki, dedik Usul-u Kafi 1-ci cild 85-ci səhifədə buyurur Əmir əl-Möminin Ərafullah billah. Buyurur ki, Allahı tanımaq istəyirsənsə gərək Allahın özü ilə tanıyasan. Və Rəsulə bir risalə. Buyurur, Rəsulu tanımaq istəyirsənsə gərək risalət ilə tanıyasan. Yəni birinci risalətin özünü sonra başa düşərsən ki, bu rəsul ola bilər yoxsa yox. Yəni risalət məqamını tapacaqsan, sonra risalət məqamında yazılıb ki, rəsulda olan xüsusiyyətlər və xasiyyətlər bunlardır. Yəni Xudavənd Mütəal birinci risalət haqqında danışır və buyurur ki, risalət məqamında əyləşən məsum olmalıdır. Sonra gəlib baxırsan ki, məsum kimdir? Məsumda hansı xüsusiyyətlər olmalıdır? Baxırsan ki, unuda bilməz, günah edə bilməz, xəta edə bilməz, səhv edə bilməz ki, bunların hamısı olmayan şəxs məsumdur. Sonra gəlib baxırsan məsələn Rəsulullaha, Həzrəti Rəsul.
Həzrət Rəsulullaha baxanda görsən ki, xətası yoxdur, günahı yoxdur, səhvi yoxdur, nisyan da yoxdur, unutmayıb. Qəflət də ki, heç vaxt olmayıb. Bunlar olmayan şəxsdə nə deyirlər? Deyirlər, məsumdur. Deməli, risalətə uyğun xasiyyət və xüsusiyyətlər cəm olub bu şəxsdə. Deyirik, bu şəxs kimdir? Rəsuldur. Aydındır? Deməli, risalət ilə Rəsulu tanımaq lazımdır. Əgər bir adam risalət haqqında məlumatı yoxdursa, elə hər yoldan keçənə nə deyir? Peyğəmbər deyəcək. Onun üçün nə fərqi var? Aydındır? Fərqi yoxdur. Elə Xudavənd Mütəal əgər götürməsəydi öhdəsinə ki, Rəsulu ancaq mən seçirəm, imamı ancaq mən seçirəm. Əgər Allah Taala öz öhdəsinə götürməsəydi, hələ götürüb öhdəsinə dünyada yüz minlərlə yalançı məhdilər var. Götürməsəydi ki, nədir? Elə hamısı deyərdi, elə mənəm. Hər yerindən duran deyir, Məhdi mənəm. Hər yerindən duran deyir, İmam Zaman mənəm. Bir söz də deyim, yadımızda saxlayaq. Əgər düşmən, kafir, əgər kafir yalancı İmam Zaman insanların içinə buraxıb, ona pul verir, hər şey verir və deyir ki, çıx diginəm mən İmam Zamanam, deməli, o da bilir ki, İmam Zaman var. Əgər yoxdursa, yalancıya nə ehtiyac var? Yalancı İmam Zaman çıxartırsansa, deməli, mənası budur ki, nədir? Həqiqi İmam Zaman var. Sən istəyirsən, yalancını nə edəsən? Sırıyasan cəmaata. Və ulul əmri bil ma'ruf və ədli və ihsan. Buyurur ki, indi ulul əmri başa düşmək istəyirsənsə, bax ki, onun xasiyyət və xüsusiyyətlərinin içində ihsan olmalıdır, ədl olmalıdır, əmr bə məruf, nəhyəz münkər olmalıdır. Əgər əmr bə məruf, nəhyəz münkər eləyirsə, ədalət varsa ki, zülmün əksidir və ehsan varsa ki, möhsin məqamıdır, bunlar cəm olubsa bir nəfərdə nədir? Biləcəksən ki, o məsum imamdır və illa o imamət məqamına gəlib çata bilməz. Bu bəhsi elə bil ki, bir miqdarın ərz eləmişdim keçən dəfə. Və Rəbbəl bəhril məscur. Bu fəqərədə İmam Sadiq əleyhissalam buyurur İmam Zaman ağaya ki, sən, yəni Allaha deyir ki, ilahi, ey Rəbbi məscur, bəhri məscur. Bəhri məscur İmam Zaman ağanın başqa ləqəbidir. Bəhr yəni dərya. Məscur sözü Quranda var. Quran doludur İmam Zaman ağanın sifətləri ilə. Sadəcə olaraq iman lazımdır ki, deyəsən bəli, bu İmam Zamanındır. Məsələn, təfsir bəhsində ərz eləmişdik ki, orada Allah buyurur ki, muhlikuha qəblə yevməl qiyamə. Buyurur ki, biz o kənd əhlini həlak edəcəyik qiyamət günündən qabaq. İsra surəsi 58-ci ayədə. Yəni, Xudavənd Mütəal nə buyurur? Buyurur, qiyamət günündən qabaq həlak edəcəyik. Yəni, İmam Zaman ağadan qabaq biz həlak edəcəyik. Yəni, onlar diz çökəcəklər. İmam Zaman ağadan qabaq diz çökəcəklər. Kamil insanların qabağında. Ondan sonra biz onları həlak edəcəyik. Və ondan sonra İmam zamanı imamını göndərəcəyik. Deməli, bəhr-i məscur. Yenə deyirəm, bəhr dərya deməkdir. Məscur da, deyəcəm, məscur sözünün bir od, alov mənası da var, hərarət mənası. Bir dolu mənası da var. Ey şö'ləli, ya çox şö'ləli, ey çox şö'ləli, şö'lənin Rəbbi. Ey çox şö'ləli, şö'lənin Rəbbi. Ya ey ağız bağı su ilə dolu dəryanın Rəbbi. Yəni bir dəryadır ki, ağzına qədər doludur, ləbələb. İmam Zaman ağa Allahın rəhməti ilə ləbələb doludur.
İmam Sadiq onu deyir. O izahlar ki biz bundan qabaqki iki fəqərəyə vermişdik. Rəbbi Nuri Əzim, Ya Rəbbi Kursiyi Rəfi. Onlara izah vermişdik. Bu Rəbbi Bəhri Məscur da eyni İmam Zaman əleyhissalamın, yəni o izahların üzərində İmam Zaman əleyhissalamın ləqəblərindən biridir. Çünki İmam Zaman əleyhissalam Allahın sonsuz elmi ilə dolu olan bir varlıqdır. Allahın sonsuz elmi ilə dolu. Yəni Xudavənd Mütəal onu elmdən doldurub. Su həyat mənbəyidir. Bu aləmdə əgər bir əşya tərkibində su yoxdursa, o deməli yoxdur. O əşya yoxdur. Gözünüzlə nə görürsünüz, hamısının tərkibində su var. Əgər yoxdursa, o dağılacaq. O məhv olacaq. Çünki həyat mənbəyi su qərar verib Xudavənd Mütəal. Yəni suyu həyat mənbəyi qərar verib. Həyat yalnız suyun üstündə qurulub. Bu 4 dənə ünsür ki var. Bu 4 ünsürün o birisi 3 dənənin tərkibində hətta nə var? Su var. Yəni 4 dənə ünsürdən su nədir? Ən əsasıdır. Allah şifa versin. Deməli, elmi Rəbbani ilə dolu olan varlıq. Deyəndə ki, məsələn, Bəhri Məscur, yəni dolu dərya. Dolu dərya nə ilə dolu? Rəbbani elmdən dolu dərya. Yaxud bütün xilqət aləmini Allah elmi ilə əhatə edən varlıq. Bu mənası budur ki, bütün məxluqatı Xudavənd Mütəal İmam Zaman ağanın vasitəsilə əhatə eləyib. Mənası budur ki, İmam Zaman elə bir məxluq bu aləmdə yoxdur ki, İmam Zaman əleyhissalamın əhatəsində olmasın. Niyə? Çünki buyurur, bir an İmam Zaman olmasa, zəmanə imamı, höccət, bir an höccət olmasa, aləm dağılar. Əmir əl-Möminin buyurur, bir an höccət olmasa, aləm dağılar. Yəni, bir an bir məxluq İmam Zamandan, zəmanə imamından qafil olsa, məhv olacaq. Bildiniz? Onlar ki, zəmanə imamlarından xəbərləri yoxdur, onlar məhv olub bir dəfə. Bir də öləcəklər. Kullu nəfsin zaiqətul maut bəhsi ki var, hər bir nəfs ölümü dadacaq. Bir təfsir çıxdı qabağıma Ustad Cavad Ağada. Buyurur ki, kullu nəfsin zaiqətul maut sözünün mənası o deyil ki, insan deyə hər bir insan ölümü dadacaq. O deyil. O düz tərcümə deyil. O budur. Hər bir nəfs ölümü həzm edəcək. Hər bir nəfs ölümü həzm edəcək. Udacaq. Hər bir nəfs ölümü məhv edəcək. Yəni, oradan o yana əbədi həyatdır. Maut yoxdur. Kullu nəfsin zaiqətul mautun mənası budur. Deməli, məscur sözünün mənası bir dərya ki, o olmasa qupqurudur. O olsa ağzına qədər nədir? Doludur. Bu günləri doğrudan da qalmışıq İmam Zamansız, zəmanə imamsız. Rivayət nədir? Buyurur, zəmanə imamını tanımayan cahiliyyə ərəb kimi öləcək.
Cahiliyyə. Yəni zamanə imamını tanımayan insan əməli qəbul deyil. Çünki cahil kimi öləcək deyil ha rivayət. Cahil kimi ölməyəcək. Cahiliyyə kimi öləcək. Cahiliyyə əməldə deyilir. Cahil nəzərdədir. Deyəndə ki, filan kəs cahildir, yəni nəzəri baxımından əqidəsi pisdir. Deyəndə ki, cahiliyyədir, yəni əməli baxımından. O ki, rivayətdir buyurur, zamanə imamını tanımayan cahiliyyə ölümü kimidir ölümü, cahiliyyə. Yəni ondan heç bir əməl qəbul deyil. Niyə əməl qəbul deyil? İmam Zaman olmasa niyə əməl qəbul deyil? Çünki İmam Zaman ağa Allahla məxluq arasında sütundur. Onun sözü ilə əməl etmək lazımdır, nə öz sözünlə. Öz sözündən əməl elədin, heç bir əməl qəbul olmayacaq. Cahiliyyə dövründə ölənlərin heç bir müsbət əməlləri olmayıb. Yəni ölüblər, amma kitablarında heç bir müsbət əməl olmayıb. Bəli, İmam Zamansız nə ədl var, nə ehsan var, nə də nemət və maidə. Heç nə yoxdur. İmam Zamansız heç nə yoxdur. İmam Zaman yoxdursa, bütün insanlar, indi biz insanlara deyirik, əslində məxluqat. İmam Zaman yoxdursa, bütün insanlar nalə içindədirlər. Fəryad içindədirlər. İmam Zaman olmasa, əmr be mərufla nəhyəz münkerin yeri dəyişər. Və dəyişib. İmam Zaman ağanın varlıq səbəbidir ki, insanlar yaxşıya əmr edərlər, pisdən çəkindirərlər. Əgər bir mühitdə pisə dəvət, yaxşıdan çəkindirmək varsa, o mühitdə zamanə imamının boşluğudur. Zamanə imamının əqidəvi baxımından yoxluğudur. Əqidəvi baxımından insan İmam Zamanı mühitdən kənarlaşdırsa, orada yerlər dəyişər. Orada pisə dəvət olar, yaxşıdan çəkindirirlər. Və biz bunu dünyada görürük. Tur surəsinin 6-cı ayəsində Xudavənd Mütəal buyurur: "Vəl-bəhril məscur." O ki, İmam Sadiq əleyhissalam ləqəb verib İmam Zaman ağaya ki, ey bəhri məscurun Rəbbi, Tur surəsinin 6-cı ayəsidir. Ki, buyurur Xudavənd Mütəal: "Vəl-bəhril məscur." And olsun o dəryaya ki, məscurdur. Yenə deyirəm, məscur sözünün mənası ya ağzına qədər ləbələb dolu su, yaxud da nədir? Şöləli bir şölə, yəni bir alov. Yəni and olsun o qəlbə ki, and olsun o qəlbə ki, o qəlb İmam Zaman ağa üçün nalə eləyir. Bəhri məscur yəni bu. Bir dənə gəl götürə bilsək. Biraz ağır, sizin üçün bilmirəm, mənim üçün biraz ağırdır. Vəl bəhril məscur. Bəhri məscur yəni nə? Yəni o qəlbi ki, İmam Zaman ağa üçün nalə eləyir. Bəhri məscur. Allahümmə Rəbbəl bəhril məscur. Yəni ey mənim Allahım, ey o Rəbbi ki, Rəbbi məscurun Rəbbidir. Rəbbi bəhri məscurun Rəbbidir. Həmən o dərya ki, yəni həmən o qəlbi ki, burada dərya sözü, bəhr, dərya sözü, qəlb deməkdir. Məscur da İmam Zamandır. Yəni o qəlbi ki, orada İmam Zaman ağanın, İmam Zaman ağa üçün o qəlb nalə çəkir. Onu deyirlər. Nə üçün? Əlbəttə həmən varlığa vəsl olmaq üçün. Həmən varlıqla rabitə qurmaq üçün. Həmən varlıqla əlaqə yaratmaq üçün. Əməlləri həmən varlığa təhvil vermək üçün.
həmən varlığı sevindirmək üçün, yaxşı əməllərlə sevindirmək üçün, fərdi baxımından, həmən varlığı ictimai baxımından sevindirmək üçün, həmən varlığın sözünü eşidib, əməl edib, öyrətmək üçün. Həm elm alacaqsan, o rivayət belədir, buyurur. Mən alimə lillah. Alimə. Mən alimə lillah və amilə lillah və alləmə lillah du'iyə fi mələkuti səmavati azima. Mən bilmirəm bu rivayətin tərcüməsini bilirəm ha. Amma dərk etmirəm bu rivayət nəyi deyir bizə? Deyir, hər kəs Allaha xatir öyrənə, hər kəs Allaha xatir əməl edə, hər kəs Allaha xatir öyrədə. Du'iyə fi mələkuti səmavat. Mələkut aləmində du'iyə çağırılar. Nə adla? Azima. Deyirlər, bu çox böyükdür. Deyərlər, böyüklər gəlsin. Mələkut aləmində deyərlər, böyüklər gəlsin. Böyüklərin içində kimlər olacaq? Bu üç xislət. Allaha xatir öyrənən, Allaha xatir əməl edən, Allaha xatir öyrədən. Bunlar buyurur ki, du'iyə fi mələkuti səmavatı azima. Bunlar İmam Zaman ağa ilə rabitə quranlar, əlaqə yaradanlardır. Ali İmran surəsi 200-cü ayə. İmam Zaman ağaya, yəni o qəlbi ki, İmam Zaman ağa ilə rabitə qurmaq üçün o xatirə döyünür. O qəlbi necə döyünür? Onu bir dənə döndər şeyə, bu ürəyə. Bu ürəkdə vurur, tak, o vurur, tup eləyir. O mənəvi qəlbdə İmam Zaman ağa ilə vəsil üçün çırpınır, nalə eləyir, fəryad eləyir. Ziyarət-i Cami-i Kəbirədə İmam Hadi əleyhissalam 10-cu imamımız belə buyurur. La uhsi səna'əkum və la əbluğu minəl mədhi konəhəkum və minəl vəsfi qadrakum. Ey kaş Ziyarət-i Cami-i Kəbirənin indi şərhin bilmirəm, əlinizə düşər düşməz. Ey kaş tərcüməsinə bir dövrə baxırdınız. Qismət olsa bir dənə Ziyarət-i Cami-i Kəbirənin tərcüməsini oxuyun. Belə otursunuz oxumağa bir saat, yarım 2 saat məsələn oxuyarsınız. Bir dəfə oxusunuz onu yaxşıdır. Qismət ola cümələr adam Ziyarət-i Cami-i Kəbirə oxuyur. Cümə günləri vaxt ola. O qədər dala qalmışıq. Bu cümləni işlədim mən. Bilirsiniz nə qədər ey kaşlarımız var. Bilirsiniz nə qədər ey kaşlar itirmişik. İndi mən özümü deyirəm, 52 yaşım var. Siz də hər kəsin özü yaşı. 52 ildir Səxavət ey kaşlar itirir. Ey kaş, ey kaş, ey kaş. Bəlkə də 20 il bundan qabaq demişdi ki, ey kaş misal üçün hər cümlə Ziyarət-i Cami-i Kəbirə oxuyardım. 20 il üstündən keçib, ey kaş, ey kaş. Yəni ey kaş biz ey kaşları həll eləyərdik. Onda and olsun Allaha belə olmazdı. Bu bilirsən nədir? Nəzm və intizamın pozğunluğudur. Nəzm yoxdur. Münəzzəm deyilik həyatımızda. Yəni işimizi qurmamışıq. Cümə günü gələndə mən proqramım olmalıdır. 6-cı gün gələndə hər günlük mənim proqramım olmalıdır. Nədir bəgə? 10 dəqiqə, 15 dəqiqə Allahla bir xəlvət eləyəsən təklikdə, Allahla danışasan. Nədir axı bu? Nədir? Niyə biz bunu eləmirik? Niyə Allahla münasibəti sonraya salmışıq? Niyə? Mən bilmirəm. Bizim əsl bədbəxtçiliyimiz buradadır.
Gör İmam Hadi əleyhissalam məsumları necə tanıtdırır. La uhsi sanaakum. Səna yəni tərif. La uhsi sanaukum. Buyurur ki, İmam Hadiyə gör kimdir? 10-cu imam. Buyurur ki, onlar elə şəxslərdir, Əhl-i Beyt, elə şəxslərdir ki, la uhsi sanaukum. Buyurur, onların tərifi sayılmaz. Və la əbluğu minəl mədhi kunhəkum. Birdən bir nəfər istəsə onları tərif etsin, kunhunu edə bilməz. İdrak edə bilməz insan onların için. Heç kəs bilə bilmir Əli ibn Əbi Talib kimdir. Heç kəs bilə bilmir. Heç kəs bilə bilməz. Bir nəfər dedi mənbərdən ki, Saluni qəblə ən təfqiduni. Bir nəfər deyib onun ömründə. Əmir əl-Möminin deyib, axı, nə qədər məni itirməmisiniz, soruşun məndən. Çıxdı mənbərə, dedi, Saluni qəblə ən təfqidun. Təkrar elədi Əmir əl-Möminin sözün. Bir nəfər pərdə arxasından bir qadın sual verdi ona. O sualın cavabını vermək istəmədi. Cavabdan qaçdı. Amma o xanıma dedi pərdə arxasından. Dedi, ərin sənə icazə veribsə, məscidə gələsən, Allah ərvə lənət eləsin. Əgər özün ərindən icazəsiz gəlmisənsə, Allah sənə lənət eləsin. Dedi, filan kəs Peyğəmbərin. Peyğəmbərin xanımı Rəsulullahdan icazə alıb cəmələ gəlmişdisə, ya almamışdı cəmələ gəlmişdisə. O sonradan iqrar elədi. Dedi, düzdür. Bu cümlənin yesi yalnız Əli ibn Əbi Talibdir. Ancaq o bunu iddia edə bilər. Ondan başqa heç kəs deyə bilməz. Saluni qəblə ən təfqiduni. Demir Əmir əl-Möminin ki, məni itirməmiş. Buyurur, nə qədər itməmisiniz, soruşun məndən. Məndən soruşmayan itər. Əlidən soruşmayan itər. Zamanə imamından soruşmayan itər. Neyimizi soruşmuşuq imam zamandan? Hə? Parmağımızı bükə bilərik ki, neyimizi soruşmuşuq imam. İmam zamandan biz heç neyimizi soruşmamışıq. Və minəl vəsfi qadrakum. Buyurur, heç kəs sizi lazımınca vəsf edə bilməz. Heç kəs sizi vəsf edir. Sizin qədrinizi, ya qədərinizi, ya miqdarınızı heç kəs vəsf edə bilməz. Heç kəs bilmir ki, siz kimsiniz. Bəli, İmam Hadini kim başa düşə bilər kimdir? İmam Həsənül Əskərini kim başa düşə bilər kimdir? Kim başa düşə bilər zamanı imamını? Heç kəs. Çünki o müqəddəs zatlar kamil varlıqlardır. Çünki ilahinin mütləq cəmalının güzgüləridir onlar. Ona görə də onlar dərk olunmurlar. Onların qədir və qədərləri dərk olunmur. Onları heç kəs başa düşə bilmir. Elə demişdik bunu bir dəfə. İmam Sadiq əleyhissalam buyurur ki, necə ki Allahın zatı dərk olunmaz, bilin, biz də o cürük. Yəni heç kəs bizi dərk edə bilməz. Oradan da bunlar elə bir varlıqlardır ki, bunları heç kəs başa düşə bilmir. Başa düşə bilmirlər. Çünki mümkün deyil bunları başa düşmək. Amma bir varlığı ki başa düşmürsən, niyə əleyhinə qalxıb öldürürsən? Niyə? Deyir, onlar ki kafir oldular və Allahın yolunu kəsdilər. Bir dəstə var kafirdirlər, amma Allahın yolunu kəsmirlər. Allah bəlkə bir şərait qurdu onlar üçün. Amma onlar ki həm kafirdirlər və həm də Allahın yolunu kəsirlər. Xudavənd Mütəala onlar üçün heç bir şərait qurmayacaq. Bəli, onlar, bu zatlar elə bir varlıqlardır ki, ilahinin mütləq kamal cəmalının güzgüləridir. Nəticə, Bəhr-i Məscur haqqında deyirlər bir neçə tərif var.
bəhri məscur nə ola bilər? Tərif deyirlər. Qalsın. Elhamdülillah Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat edin. Allah. Muhammed.